işləri də görürlər. Amma insanların alternativi yoxdur. Alternativi yoxdursa, ancaq bunu cərimə ilə qorxutmaq, o da heç kim maşın sürməsin. Əgər mən maşın sürmək istəməz bir çoxları. Amma ictimai nəqliyyat da cəlb edici deyil axı. Metro stansiyaları da o qədər cəlb edici deyil. Hələ indi bu metro stansiyaları tikiləcək, müxtəlif yerlərə insanlar rahat gedə biləcəklər. Bunun üçün hələ 5 il, 10 il vaxt lazım olacaq. Amma bu müddət ərzində də insanları ancaq sıxmaq və psixoloji bir vəziyyətə gətirib çatdırmaq olmaz. Bugün hətta bir çox vəzifəli şəxslərlə söhbət edirəm, onlar da çox ciddi şəkildə narazıdırlar. Onlar da bu məsələlərdə çox narazılıq edirlər. Onlar da çox psixoloji bir əzab içindədirlər. Və indi mən düşünürəm ki, yenə bu vəzifəli şəxsin bir heç olmasa kiməsə çıxmaq imkanı var, kimləsə xahiş etmək imkanı olur. Bəs yazıq onda o əli heç ara çatmayan vətəndaş neynəsin? O lap onda ümumiyyətlə bu insanın elə hamısı ürək xəstəsinə çevriləcək. Çox maraqlı məqama gəldi. Sizin öz statusunuzda yazmışdınız ötən günlərdə ki, məmurlar vətəndaşa cavab verməyəndə məsuliyyətə cəlb olunsun. Çox qəşəng təklifdir. Mən çox bəyəndim bu təklifi. Çünki bizim bəzi hətta xırda məmurlar belə vətəndaşlardan o qədər kənarda qalıblar ki, vətəndaş ümumiyyətlə onları üzünü görmür, tanımırlar. Bu çox qəşəng təklifdir, çox maraqlıdır. Amma bunu icra mexanizminə salmaq mümkündürmü? Mümkündürmü? Qanun şəklində, bəli, qanun şəklində bunu qanunlarımıza dəyişiklik və yaxud da əlavə, yox, elə qanunlarımız var. Qanunlar var. Qanunlara dəyişiklik etmək lazım. Vətəndaşların müraciəti haqqında qanun var. Ora dəyişiklik etmək lazımdır ki, hər bir vətəndaş etdiyi müraciətə aidiyyatı qurum doğru, dürüst, məntiqli cavab verib həll yolunu göstərməlidir. Ayrıca sadəcə olaraq başından etməli deyil və o verdiyi cavaba görə də məsuliyyət daşımalıdır. Etdiyi məsələyə görə də cavabdehlik daşımalıdır. Yox, əgər vətəndaş elə gedib müraciət eləyəcək və dayanmadan məktubları göndərəcək və o məktubdan heç bir düzgün cavab ala bilməyəcəksə, məktublar onun məmurlar arasında, idarələr arasında dövrə eləyib, sonunda da heç bir nəticəyə varmayacaqsa, onda onunla bağlı birbaşa məsuliyyət daşıyan məmur məsuliyyətə cəlb olunmalıdır. Vəzifəsindən alınmalıdır, vəzifəsi aşağı salınmalıdır və yaxud inzibati məsuliyyətə cəlb olunmalıdır, töhmət almalıdır. Yəni izahat tələb olunmalıdır ondan və bu qanunla təsbit olunmalıdır.